Hər vaxtınız xeyir olsun, əziz şagirdlərim. Bu gün biz 5-ci sinif təbiət dərsliyindən təbiətdə su dövranı mövzusunu öyrənəcəyik. Əvvəlcə su haqqında bir neçə məlumat verək. Biz bilirik ki, su həyatdır. Ta ki ibtidai sinifdən təhsil aldığımız gündən bu günə etibarən su haqqında müxtəlif məlumatlar, müxtəlif dəyərli fikirlər, həmçinin aforizmlərə rastlaşmışıq. Misal üçün, Dahi Nizami Gəncəvinin işlətdiyi bir söz var. Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. Demək ki, suyun da limitli bir miqdarı vardır. Bioloji cəhətdən yanaşsaq deməliyik ki, insan gün ərzində 2, 2,5, maksimum 3 litrə qədər su qəbul edə bilər. Lakin qəbul etdiyi suyu da eyni zamanda bədəndən sidik şəklində xaric etməlidir də. Demək, su orqanizm üçün həm çox lazımlıdır, artıq içilmək miqdarı isə orqanizmdə sinir sisteminin məhv olmasına gətirib çıxardır. Necə? İndi deyim necə. Əgər biz suyu çox qəbul ediriksə, bizim bədənimizdəki duzların miqdarı azalır. Yəni su duzu çox sadə bir dil desək yuyub aparır. Və biz də bilməliyik ki, mən sizə bir məlumat verim ki, insanın sinir sisteminin oyanıqlığını, refleksin yaranması və ötürülməsi bədənimizdə olan duzlar vasitəsilə həyata keçirilir. Əgər bu duzlar da azalırsa, o deməkdir ki, sinir sisteminin oyanıqlığı azalır, nəticədə problemlərimiz yaranır. Qısa bir məlumat verdim ki, su haqqında azlığından da, çoxluğundan da məlumatınız olsun. Suyun azlığı insan orqanizmində isə quruluğa, halsızlığa, yaddaşsızlığa gətirib çıxardır. Gün ərzində ən azından bacardığımız qədər sudan istifadə etməsək, artıq bizdə bədənimizdə su qıtlığı yaranacaq. Düşüncələrimiz, fikirlərimiz, bədənimizdəki, dərimizdəki quruluq və eyni zamanda dərslərimizə belə rahat yanaşa bilməyəcəyik. Ona görə də gün ərzində mümkün qədər sudan maksimum şəkildə və sərfəli şəkildə istifadə etməyiniz məsləhətdir. Niyə sərfəli deyirəm? Gəlin deyək. Tutaq ki, stolun üzərində bir stəkan su var. Sən bu sudan bir neçə qurtum içirsən. Yerdə qalanı isə aparıb tökürsən, israf edirsən. Görsənmi? Sərfəsiz istifadə etmiş oldun. Yox, əgər sən bu sudan lazımlı miqdarda içsən, yerdə qalanı isə bir neçə müddətdən sonra ürəyin su istəyəndə içsən, daha sərfəli şəkildə sudan istifadə etmiş olacaqsan. Çünki təbiətdə su dövranı ehtiyatsızlıqdan tükənir. Yəni ki, gəlin biz o zaman dərsimizə bir giriş verək. Təbiətdəki su dövranı həm təbiətin qanuna uyğunluğudur, eyni zamanda həyatın daimiliyi üçün çox vacibdir. Təbiətdəki su dövranı iki cürdür. Gəlin baxaq. Kiçik su dövranı, böyük su dövranıdır. Kiçik su dövranı nədir? Gördüyünüz kimi okean, atmosfer və yenidən okean arasında olan əlaqədir. Yəni burada istilik enliklər üzrə, yəni qlobusu gəlin nəzərimizə, gözümüzün qarşısına gətirək, oradakı sağ və sol sahələr üzrə bərabər şəkildə və yenidən paylanmasıdır. Bax, bu kiçik su dövranıdır. Böyük su dövranında isə artıq burada Atlantik okean da fəal iştirak edir. Eyni zamanda şirin su ehtiyatlarının toplandığı çay, göl, buzlaq və yeraltı suların yenilənməsinə səbəb olur və bu atmosfer, litosfer, okean, biosfer təbəqələri arasında zəncirvari dövriyə baş verir. Nədir atmosfer? Bizi əhatə edən biosferin hissəsidir. Biosferin qatları atmosfer hava qatıdır,
Hidrosfer, hidros su deməkdir. Hidrosfer su qatıdır. Litosfer torpaq qatıdır. Lito torpaq, daş deməkdir. Bu xırda məlumatlarınızda dəftərinizə qeyd etməyiniz məsləhətdir və labüddür. O zaman gəlin dərsimizə baxaq. Kitabda sizə qeyd olunub ki, təbiətdəki su dövranı bir şəkil üzərində qeydiyyatı var. Mən sizə burada həm şəkil üzərində izah etmiş olacağım, eyni zamanda video üzərindən də izləmiş olacaqsınız. Təbiətdəki su dövranının əsas təsiri, baxın, günəşdir. Günəş olmasa buxarlanma getməyəcək və buxarlanma da su dövranının əsas birinci faktorudur. Nədir buxarlanma? Gəlin buxarlanmanı aydınlaşdıraq. Hava küləklidir. Paltarınızı yumursunuz, asmışsınız çölə. Əgər hava küləklidirsə, paltar tez quruyacaq. Səbəb buxarlanma baş verəcək. Və yaxud da bir stəkan içərisinə qaynar bir su tökmüsünüz. Bir stəkan qaynar su tökmüsünüz. Və üzərinə nəlbəki qoymusunuz və yaxud da hər hansı bir kağız parçasını stəkanın üzərini örtəcək qədər qoymusunuz. Bir neçə dəqiqədən sonra görəcəksiniz ki, kiçik hava qabarcıqları və yaxud da su damlaları stəkanın divarlarından axdığını görmüş olacaqsınız. Eyni zamanda stəkanın üzərinə qoyduğunuz ya kağıza ya da nəlbəkiyə hər hansısa bir su qabarcıqlarının olduğunu görmüş olacaqsınız. Gördünüzmü? Bax bu su dövranı eynən bu qaydada davam edir. Aşağıdan yuxarıya doğru dövr edir. Demək ki, günəş olmalıdır ki, bu dövrəyə baş versin. Yəni, bizi əhatə edən su ehtiyatlarımızdır. Okeanlar, dənizlər, çaylar və göllərin suyu isinməlidir. Temperatur artmalıdır və su daha çox buxarlanmalıdır. Demək, biz buradan öyrənmiş oluruq ki, temperatur suyun buxarlanması ilə su buxarı düz mütənasibdir. Yəni, temperatur nə qədər çox olarsa, su daha çox buxarlanma baş verəcəkdir. Və su haraya qalxır? Yuxarıya doğru qalxmış olur. Sonra, ikinci mərhələdə, hansı ki yuxarıya qalxan su buxarı soyuq hava kütləsi ilə təmas edərək soyuyur, kondensasiya baş verir. Nədir kondensasiya? Suyun, daha doğrusu bərk maddənin maye halına keçməsi və yaxud da qaz halına, buxar halına keçməsidir. Demək ki, bunun nəticəsində bulud yaranır. Bulud necə yarandı? Su buxarlarının soyuq hava kütlələri ilə qarşılıqlı təsir nəticəsində buludlar yarandı. Və daha çox su buxarı kondensasiya olduqca, yəni toplandıqca, buxara çevrildikcə su damcıları böyüyür, gördüyünüz şəkildə ağırlaşır və nəticədə yağıntı şəklində yer səthinə yağmış olur. Aydındırmı? Demək, bu yağış da ola bilər, dolu da ola bilər, qar da ola bilər və s. Və sonra yağan yağışlar yenə də hara toplanır? Okeanlara, çaylara, göllərə və yerin altında, yəni yeraltı sularda toplanır. Bir hissəsi isə yenidən eyni şəkildə dövrəyə baş verir. Yenidən gəlir günəşin buxar temperaturunun təsirində buxarlanır yuxarıya doğru və hava kütləsi ilə, soyuq hava kütləsi ilə təmas edərək buluda əmələ gətirir. Həmin buludlarda kondensasiya artdıqca, su buxarı artdıqca su damcıları böyüyür, ağırlaşır, yenidən damcılar şəklində yer səthinə qayıtmış olur. Aydındırmı təbiətdəki su dövranımız? Nə gözəl. O zaman suyu necə qoruyaq ki, biz bu prosesi azaltmayaq, dövriyyəsini itirməyək. Yer səthinin təxminən 3/4 hissəsi su ilə əhatə olunmuşdur. Bu da su ehtiyatlarının 1/50 hissəsinin payına düşür. Var şirin su ehtiyatları. Nədir şirin su ehtiyatları? Aysberglərdir, dağlardakı buzlaqlardır. Aysberg nədir? Yəqin ki, hər biriniz Titanic filminə baxmısınız. Hansı ki, orada gəmi gəlib
buz parçasına, iri bir buz parçasına dəydiyindən sonra proses hadisə baş vermiş olur. Həmin aysberqlər ən çox hissəsi yerin altı, dənizin, gölün, okeanın, daha doğrusu okeanlarda olur da, okeanın alt hissəsində olur. Az bir hissəsi isə görünən şəkildə olur. Yəni aysberqlər şirin su ehtiyatı toplayır. Misal üçün Atlantik okeanı görə bilərik, Şimal Buzlu okean deyə bilərik ki, orada çoxlu miqdarda aysberqlərə rast gəlmək mümkündür. Və yaxud da Azərbaycanın dağlıq ərazilərində buzlaqlar şəklində su ehtiyatı toplanır. Niyə görə yazda daşqınların sayı artır? Çünki havalar isindikcə həmin buzlaqlar əriyir, eyni zamanda yağıntılar yağdıqca buzlaqları da əriyən sularla bir-birlərinə qarışır, yağıntının miqdarı artır, nəticədə sel və daşqınlara səbəb olmuş olur. Və insanın gün ərzində qəbul edəcəyi su onun orqanizması üçün labüddür. Dərsin əvvəlində qeyd etdiyim kimi. Lakin sudan sərfəli şəkildə istifadə etməyimiz, yəni dişimizi fırçalayırıq, əllərimizi yuyuruq, məişətdə istifadə edirik. Bu zaman suyu açıq qoymaq düzgün deyil. Həm çox israfçılıq etmiş oluruq, həm də suyun ehtiyatını azaltmış oluruq. Və eyni zamanda kənd təsərrüfatında sudan istifadə etmək üçün damcılı suvarma üsulundan istifadə olunur. Nədir bu suvarma üsulu? Yəni ki, bu zaman gördüyünüz bax bu əkin sahələrində bu turbalar çəkilir. Həmin turbalarda bir növ deşiklər, dəliklər əmələ gətirirlər. Və su suvarma sistemini qoşan zaman həmin su ümumi şəkildə sanki səpələnmiş formada bütün əkin sahələrinə eyni miqdarda sıçrayır. Yəni su ilə təmin etmiş olur. Əgər sizə maraqlı olarsa, YouTube-da damcılı suvarma sistemi yazmaqla prosesi daha yaxından izləyə bilərsiniz. Deməli uşaqlar, mövzumuz bu qədərdir. Gəlin buradakı çalışmaya baxaq, sonra ən sonda videomuzu izləməklə dərsimizi daha yaxşı mənimsəmiş olacaqsınız. Burada nə deyir? Birincidə, şəkilə əsasən su dövranının mərhələlərini müəyyən edin. Bayaq biz nə qeyd etdik sizlərlə birlikdə? Əvvəlcə nə baş verməlidir? Bəli, buxarlanma. O zaman yazdıq bura 1. Sonra nə baş verməlidir? Bəli, kondensasiya baş verməlidir. Sonra nə baş verməlidir? Bulud əmələ gəlməlidir, düzdürmü? Kondensasiya baş verdikcə suyun toplanması yaranmalıdır. Aha, aferin əziz şagirdlər. Sonda isə yağıntı şəklində yağmalıdır. Bu isə bizim 4-cü fikrimiz. Və yaxud da daha dəqiq desək burada biz bunu gəlin 4-cü bunu olmalıdır əslində. Suyun toplanması. Bu isə bu hissəni silək. Ən sonunda biz bunu götürsək, çünki suların toplanması bax gördüyünüz bu hissələrdə olur. Daha məntiqli şəkildə gəlin biz yağıntını götürək. 3 bu olsun. 4-cü isə suyun toplanması olsun. Ümid edirəm bu sizə aydın oldu. Amma 2-ci və 3-cü çalışmanı özünüz sərbəst şəkildə işləməyinizi məsləhət görürəm. Gəlin indi videomuzu izləyək. Fikir verirsənizsə, günəşin şüalarının təsiri altında buxarlanma baş verdi. Bu proses nəticəsində bulud əmələ gəldi, kondensasiya yarandı və yağıntı baş verdi. Müəyyən bir hissəsi su dövranı nəticəsində müəyyən bir hissəsi daxil oldu okeanlara, çaylara, göllərə, dənizlərə, digər hissəsi isə yeraltı sulara qarışmış olduğunu göstərdi. Bu qədər əziz şagirdlər, ümid edirəm dərsimiz yadda qalan və maraqlı oldu. Dərsinizlə məşğul olun, maraqlı videoları izləmək, dərslərə izləmək üçün abunə olmağınız məsləhətdir. Sağ olun uşaqlar.